Xoş gördük sizləri, əziz biz-bizə sevərlər. Bugün sizlərlə birlikdə yarpaq sarma hazırlayacağıq. Getdik, əziz biz-bizə sevənlər, artıq keçdik mətbəxə. Bugün biz-bizənin gülü, çiçəyi, o sizin bəhbəhlə yediyiniz soyuq qəlyanaltıların, məzələrin banisi gözəl Məsəti xanımla yarpaq sarma hazırlayacağıq. Məsəti? Bəli. Buyurun. Başda görək nə edirik? İlk öncə soğanları təmizləyirik, soyuruq və doğrayırıq. Sonra ədviyyatlarını əlavə edəcəyik. Neçə cür yarpaq sarma var? Türk usulü yarpaq sarma var. Yarpaq sarmamız deməli türklərdə iki cürdür. Biri Urfa sayağıdır ki, hansı ki o salça ilə hazırlanır. Biraz da acılı ədviyyatları daha çox olur onun nisbətən. Və bir də sadəcə şirinli ədviyyatlı salçalar var ki, məzə sayılır. Sırf sadəcə məzədir. Hə, məsələn, bizdə olan acılıdır ya sadə sarmadır? Deməli, Nərgiz xanım, bizdə sadədir və çox gözəl, zəngin, tərkibli sarmadır. Daha ləzzətlisi deyərdim ki, budur elə. Çünki Urfa sayağı olan daha acılıdır. Yəni o qədər də məzə kimi deyil. Yəni bu hər kəsin ağız dadına uyğundur. Nərgiz xanım, indi isə keçirik sarmamızın iç pilavının bişirilməsinə. Zeytin yağını ilk olaraq əlavə edirik qazanımıza. Sonra isə soğanı əlavə edirik. Soğanımızı biraz bişirdikdən sonra düyünü və digər ərzaqları növbə ilə əlavə edəcəyik. Bir sual verim, bayaq yadımdan çıxın məsələsi. Niyə məhz qırmızı soğan, heç ağ soğanla eləyirlər? Ağ soğanla bilmirəm, bəlkə ola bilər ki, əllərində olmaz, məcburiyyətdən eləyərlər, amma daha gözəli, istər rəng, istər dad üçün həmişə qırmızı soğandır. Qoxusu artıq hiss olunur, hə? Bəli. İç pilavımız hazır olduğuna görə sevə-sevə yarpaqlarımızı bükürük, inşallah bişirək, sonra dadına baxarıq. Mən o uşaq vaxtı nənəm həmişə sarma, dolma eləyəndə məsəti deyərdim ki, bunları mən eləmişəm, özüm də yeyəcəm. Yenə də eyni fikirdəyəm, bunları mən eləmişəm, özüm yeyəcəm məsəti. Həmişə maraqlı olub mənə ki, aşpazlar mətbəxdə hazırlayırlar, amma dadına baxırsınız heç hazırlama prosesində nəyin duzlu olmağın, nəyin şit olmağın, şirin olmağın, ya heç... Əlbəttə ki, Nərgiz xanım, biz bunların dadına baxmasaq, hamısında nəsə bir problem çıxa bilər. Düzdür, elə vaxt olur ki, əlimiz vərdiş elədiyinə görə eyni dad, eyni duz gəlir, çıxır. Amma yenə də hər ehtimala qarşı baxırıq dadına.